Herkese salam, kanalıma hoş geldiniz. Xəbər verdiyimiz kimi müğənni Aysun İsmailova Misirə istirahətə gedib. O Misir istirahətindən qızı ilə yeni paylaşımlar edib. Söz edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlərimizi izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və kanalımıza dəstək olmağı unutmayın. Demək dostlar, tam dəniz mənzərəli, jacuzzi'li kabanamız var. Çox gözəl, çox rahat. Burada ailənizlə bərabər dincələ bilərsiniz. Həm dənizə yaxındır, istəsəz dənizə də girə bilərsiniz. Qəşənglə qaralab daha sonra jacuzziyə də girə bilərsiniz. Burada da duş var, duşakabin var. Burada yeməyinizi yeyə bilərsiniz, dincələ bilərsiniz. Burada da qəşənglə qarala bilərsiniz. Çox gözəldir, mən çox bəyəndim. Misirə gəlib də bu dənizə girməmək günah olar deyə düşünürəm. Çünki dənizin təmizliyinə baxın. Görün necə gözəldir, çiçək kimi tərtəmiz. Suyun altını görmək olur burada. Dəqiqə. Ay, su nə qəşəng istidir. Wow! Möhtəşəm bir hovuz, teras. Orada lijankalar, yenə yemək masası və geniş ailələr üçün, böyük ailələr üçün oturacaqlar. Salam! Qızım, salam ver anaya. Aferin sənə qurban. Hə, çox gözəl bir hovuz, yelləncək. Burada yataq otaqları var bu arada. Və səhər yeməyimizi burada yedik. Bu oteldə xəyallarınızı yaşayırsınız. Bu otel bir nağıl hekayəsi yazır sizin üçün. Möhtəşəm maraqlanır. Zəngin olmaq suçmu?